Salam aleykum. Aleykümselam. Bu YouTube-da çıxıb, özünü reklam edir, Rafizidir, Əli Qəmbərov. Rus dilində YouTube-da çıxışlar edir. Güya əvvəllər sələfi olub, güya 6 ay, 7 ay sələfi olub, sonra Rafiziliyi qəbul edib. İndi özünün dediyinə görə, iddiasına görə təbii ki, yalandan danışır. Çünki qardaşlardan da biri hətta ona sual verdi ki, sən 6 ay, 7 ay sələfi olmusan, bir dənə de görüm. Abu Bakr məscidində azan verən kimdir? Bunu adi elementar insan da bilir ki, kimdir də. Heç ora 2-3 gün gedən adam bilir ki, azan verən kimdir. Hətta bu adam o adamın adını çəkə bilmədi. Yəni bir çoxları var. Hələ indi mənim yadımda qalanı biri budur. Yəni YouTube-da çıxır, ədəbsiz hərəkətlər eləyir Mədinə tələbələrinə, həmçinin sənədə söz atır. Yəni bu barədə münasibəti. Sonra sizlə olan eşitmişəm ki, səninlə də nəsə söhbəti olub, ya bəhsi olub, ya nəsə ona. Yəni bu barədə zəhmət olmaz. Sual aydındır. Yəni cavab budur ki, tam dəqiq yadımda deyil. Ola bilər təxmini bir 3 il bundan qabaq. Yəni təxmini 3 il bundan qabaq, 2-3 il bundan qabaq o adamla söhbətim olub. Və təbii ki, o söhbət də çox, yəni təsadüfi bir mühitdə oldu. İlahiyyat məscidində bir neçə qardaş yaxınlaşıb mənə dedi ki, belə bir adam var, gedək ona söhbət edək, yəni dəvət naminə. Və mən şərt qoydum ki, həmin qardaşlara şərt qoymuşdum ki, söhbət elə bir yerdə olacaq ki, yəni ya mən istəyən yerdə olmalıdır, yəni heç kəs olmalı deyil. O və mən tək oturub söhbət eləməli, ya da neytral bir yerdə. Və qardaşlar zəng eləyib demişdilər ona, razılaşmamışdı. Demişdi ki, yox, gəlin, yəni mən sizi qonaq kimi qəbul edəcəm, oturarıq, təkbətək söhbət edərik və mən də qabaqcadan şərtlərimi demişdim ki, təbii ki, yəni ərəb dilini bilən olmalıdır ən azından. Və sonra demişdim ki, yəni video çəkiliş və ya hər hansı bir yazı qətiyyən olmayacaq. Video çəkiliş ona görə olmayacaq ki, ona görə yox ki, yəni o bəhsdə nəsə ola bilər. Ona görə ki, mənim ümumiyyətlə video çəkiliş heç bir dərsim yoxdur. Hətta adicə, müstəqil, yəni öz əqidəmə xas və adi bir əxlaqi mövzuda belə keçdiyim dərslərdə heç video çəkiliş yoxdur. Yəni mən yəni bu şeyin öz nəfsimə görə deyirəm, əleyhinəyəm. İnşallah da heç gələcəyinə də inşallah olmayacaq. Hə. Və nəysə biz razılaşdıq. Getdik o dediyin adamın əlinin yanına. Getdik, girdik, gördük ki, məsələ biz deyən kimi deyil. Yəni gördüm ki, yerləşdiriblər kameralar. Hani girən kimi dedim, yəni biz burada tamaşa göstərməyəcəyik ki. Və sonra ortaya çıxdı ki, bu adam heç ərəb dilini də bilmir. O da nədən bildim? Stolunun üstündə kitablar idi, rusca, türkcə kitablar. Bundan bildim ki, heç ərəb dilini də bilmir. Təbii ki, yəni ərəb dilini bilməyən, çünki yəni bu şəri elmdə yəni bəsit bir qaydadır ki, sən ərəb dilini ən birinci bilməlisən. Aydındır. İmam Şafinin sözü yada düşür. İmam Şafi rahmanullah deyir ki, mən razıyam 10 dənə, 20 dənə, 100 dənə alimlə tək oturum söhbət edeyim, bir dənə cahillə söhbət etmərəm. Və İmam Şafi sözünün davamında deyir ki, neçə il bundan qabaq bir cahillə söhbət etmişəm, indiyənəcən tövbəsini edirəm. Aydındır. Yəni bizim o cür cahillərlə münasibətimiz bu cürdür. Yəni o cür cahillərlə söhbət etməməyimizin səbəbi budur. Və nəysə, oturduq, bəzi suallar verdi, xüsusən də Səqələyn hədisi ilə əlaqəli və suallara mən cavab verdim. Hətta mən ona orada deyirdim. Deyirdim ki, yəni səni necə cavablar qane edir? Elmi cavablar, yoxsa yəni loru dildə. Aydındır. Hətta buna can demişdim. Çünki mən o insan səviyyəsinə baxırdım ki, bu adam elmi cavabları həzm edəcək səviyyədə deyil. Və bir neçə sual verdi orada. Hətta orada İmam Tirmizinin, səhv etmirəmsə, Sünən əsərindən Əba hədisini dəlil gətirdi. Əlhamdülillah, hədis onun öz əleyhinə oldu. O özü də bilir. O hədisi mənə rusca oxuyurdu, ya da türkçə oxuyurdu, bilmirəm. Mən hədisi ərəbcə oxudum, tərcümə elədim, öz əleyhinə çıxdı hədis. Və sözüm bunda deyil.
Və verdiyi hər bir sualın cavabını vermişəm. Mənə dediyi söz bu oldu ki, yəni sənin cavabların məni qane etmir. Təbii ki, o mövzunu uzadırdı, aydındır. Və mənim cavabım bu oldu ki, mən sənə qabaqcadan demişdim. Yəni, sən elmi cavabları həzm edəcək səviyyədə deyilsən. Özüm də buna belə deyirdim. Deyirdim ki, hətta orada da dedim, özü də bilir bunu. Dedim ki, mən sənə cavab vermişəm, fəqət sən o cavabı həzm edə bilmirsən. Yəni, orada onun elə bir sualı olmadı ki, cavabsız qalmasın. O cahil idi. Yəni, orada hətta mən sənə deyim ki, bizim mübahisəmiz düşdü, yox. O özü etiraf edirdi ki, mən cahiləm. Hələm o söhbətdən sonra başqa bir onunla mənim aramda telefon zəngi olub, onu da qeyd eləyəcəm. Yəni, o insan cahil idi. Fəqət mənə sual verirdi və mən ona cavab verirdim. Aydındır ki, mən qabaqcadan bilirəm ki, hər verdiyim cavabla o razılaşmayacaq. Niyə? Çünki onda birinci o səviyyə yoxdur ki, o cavabları həzm edə bilsin. Məsələ bu səviyyədə idi və sonda da biz artıq, yəni, söhbət çox qısa çəkdi, yəni uzun söhbət olmadı. Sonda da mən onlara hamısına bir sual verdim. Dedim ki, siz, yəni əgər deyirsinizsə ki, bizim məzhəb Əhl-i Beytin məzhəbidir, Quran və sünnə bizdədir, yəni biz İslamı təmsil edirik, sual verdim ki, gedin, öz kitablarınızda 10 minlərlə hədis var. Təkcə Kutubul Ərba'da 4 hədis kitabında 40 mindən artıq hədis var. Hələ mən başqa kitablar demirəm. Yəni 100 minə yaxın hədis var hədis kitablarında. 100 min. Bu qədər hədisin müqabilində mən onlardan bir dənə hədis istədim. Dedim ki, gedin, öz kitablarınızda mənə Peyğəmbər sallallahu aleyhi və səlləməcən çatan səhih sənədlə, yəni öz rical elmivizə, öz hədis elmivizə uyğun bir şəkildə səhih olan bir hədis gətirin. Onu gətirsəz, mən sizə 100 min verərəm. Orada duranlardan biri qayıtdı ki, yəni sən demək ki, 100 min var. Dedim ki, yoxdur, çünki sizdə bu cavab yoxdur. Və mən 2-3 ildir gözləyirəm və o söz vermişdi. Söz vermişdi ki, narahat olma, 1-2 həftəyə cavab hazırdır. Üstündən artıq 1-2 həftə yox, 2-3 il keçib, heç bir cavab yoxdur. Nəinki o, heç kəs gətirə bilməz. Bunu indi də deyirəm. Yəni, bir dənə kim 100 min istəyirsə, hər halda hamı istəyir. Mənə öz məzhəblərində, öz hədis elminin qaydalarına müvafiq bir dənə səhih hədis gətirsinlər, hansı ki o hədis, yəni Peyğəmbərdəndir. Gətirsinlər, gəlib o pulu alsınlar. Yəni, belə bir hədis gətirə bilməzlər. Yəni, sən sual verə bilərsən ki, qardaş, bu sualdan məqsəd nədir? Məqsəd budur. Məqsəd budur ki, əgər bir məzhəbdə ki, Rasul sallallahu aleyhi və səlləmin adından, yəni Peyğəmbər sallallahu aleyhi və səlləməcən gedib çatan səhih bir hədis yoxdursa, o məzhəb Rasul sallallahu aleyhi və səlləmin adını dillərinə gətirməsin. Yəni, İslamın adını dilə gətirməsinlər. Hansı ki, bu məzhəbdə Allah Rasulundan çatan səhih bir hədis yoxdur. Yəni, istənilən mövzuda, namaz mövzusu ola bilər, yəni istənilən mövzuda bir hədis gətirsinlər. Və sonra, bu söhbətdən sonra eşitdim ki, təxmini 2-3 həftə, bəlkə də çox olar, 1-2 ay sonra, eşitdim ki, belə bir xəbər yayılıb ki, bu adam məni bağlayıb. Çünki bunlar cahildilər, bunlar bu cür söhbətlərə belə baxırlar. Özüm zənglədim həmin o adama, Əliyə. Özü də bilir bunu. Yəni, gedib özündən də soruşun ki, Abu Zeyd sənə zəng edəndə nə dedi? Ona birinci kəlməm bu oldu ki, Əli, sən özün bilirsən də sən cahilsən. Qatil ki, mən cahiləm, düzdür. Dedim, bəs eşitmişəm ki, orada-burada yəni xəbər yayılıb ki, sən gəlmisən, mənə söhbət eləmişsən və məni güya bağlamısan belə, bu qatildir ki, o sözü deyən qələt eləyir. Aydındır? O insan özü deyir ki, o sözü deyən qələt eləyir. Və indi özü bu sözü deyirsə, öz sözü ilə özü nə eləyir? Qələt eləyir. Aydındır? Yəni, söhbət belə olub, o insan cahildir. Hətta öz, yəni özü də bilir ki, o insanın, hələ mən əxlaqi səviyyəsindən danışmıram, o özü bilər, özü ilə Rəbbi arasındadır. Bizə lazım olan onun nə idi? Elmi səviyyəsi
o insan özü etiraf edir ki, mən cahiləm. Aydındır? O məsələ belədir. Bəs qardaş, orada sizinlə onun söhbəti zaps edən şeylər var idi? Mən bilən yox idi, yox. Yox. Yox, yox.